Hər vaxtınız xeyir olsun əziz dostlar, hörmətli izləyicilər. Hazırda hündür bir ərazidə 6 saylı məktəbin arxa küçəsində və belə bir endi məhəlləsi olan həyət evimiz çıxıbdır. 2 mərtəbədən ibarətdir həyət evimiz. Altında obyekti də var. Obyekt arası 25 kvadrat metrdir. Qranit mərmər gördüyü hissələr də hamısı isti poldur, isti döşəmədir. Ayrıca belə kladovka üçün yeri də var və sanitar qovşağı da var. Obyektin ayrıca müstəqil sanitar qovşağı var. Keçək evlə də tanış olaq. Hörmətli izləyicilər, paket kupsadır. Yəni torpağın da evində kupsası var. İpotekada yaralıdır bu həyət evimiz. Bir dənə qalıbdır. Gəlin, Masazırda belə bir tikili ev yoxdur. Elə bir ki, şəxsi tikili ev alırsınız, hörmətli izləyicilər. Mərtəbə arasında monolit betondur, belə bir gözəl həyəti var. Döşəmələri də görürsünüz. Pamet hissələri də hamısı altında armatur atılıb, sonra pamet vurulubdur. Və burada da paltar açmaq üçün yeri var. Gördüyünüz kanalizasiya sisteminə kimi, orada da tok sisteminə kimi çəkilibdir. Gözəl belə bir qarajı var. Qəşəng belə bir həyəti var, hörmətli izləyicilər. Kombi sistemi üçün orada da qurulubdur. Yəni kollektiv sisteminə kimi çəkilibdir. Qalxaq ikinci mərtəbəyə. Burada evimizdən tanış olun. Balaca bir balkonu var. Mətbəxdən görürsünüz, balkona da çıxışı var. Keçək evlə tanış olaq. Qiymət 112.000 manatdır. Bizdən alsaz bu həyət evini gözəl bir endirim də olacaq sizlər üçün. Hörmətli izləyicilər, bu həyət evini əldən buraxmayın. Belə şəxsi tikili həyət evləri tək-tək ələ düşür də, belə deyək. Mətbəx hissəsini buradan da göstərək. Qiymət dediyim kimi start qiymətdir, 112.000 manatdır. Ya endirim də olubdur. Bu ev biraz yuxarı qoyulmuşdu. Demirəm neçəyə qoyulmuşdu. Bir yataq otağı, böyüklər üçün yataq otağıdır və otaqların hamısı da işıqlıdır. Onu da nəzərə alın. Sənədlər qaydasındadır. Ev super təmin olunubdur. Yəni ki, mən hələ bir tərifləyən deyiləm. Belə pis olmasın. Əlaqə nömrəsi profildə var. Zəng eləyirsiniz, gəlirsiniz, baxırsınız. Sanitar qovşağını göstərək. Kim alsa Allah xeyrin versin. Hər kəsin evi olsun. Sizin də satışlı evləriniz varsa bizlə əlaqə saxlaya bilərsiniz. Tez bir zamanda satışında da köməkli eləyəcəyik. Hələlik bu qədər. Sağ olun.